Zəngəzur dəhlizinin açılması, prezident. Paşinyandan Tramp yolu açıqlaması, 99 il. Naxçıvanın bağışlanan ərazisi qayıda bilər. Ermənistan da parad keçirir. Paşinyan Bakını göstərib bunlara dedi. Xalq hiddətləndi. Ramiz Mehdiyevlə bağlı gündəmi silkələyəcək senari yaxın günlərdə. Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaqdır. Bunu Prezident İlham Əliyev beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd edib. Bu layihənin reallaşması nəticəsində yükdaşıma həcminin çoxalması regionun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaqdır. Bununla belə nəqliyyat qovşaqlarımızın artan rolu onları destruktiv qüvvələrin hədəfinə çevirir. Nəqliyyat və kommunikasiya xətlərimiz beynəlxalq terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, qaçaqmalçılıqla, eləcə də kritik nəqliyyat infrastrukturunun idarəetmə sistemlərinin iflicinə yönəlmiş kiber təhdidlərlə üzləşir, Prezident vurğulayıb. Ermənistan Tramp yolunun 49 və 99 il müddətinə icarəyə verilməsi üçün Amerika Birləşmiş Ştatları ilə iki variantı müzakirə edir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən regional təhlükəsizlik konfransında deyib. Paşinyan qeyd edib ki, müddətlər investisiyalar və onların geri qaytarılması ilə bağlıdır. İnvestorun investisiyaya qoyulan vəsaiti müəyyən mənfəətlə birlikdə geri alacağına dair zəmanət olmalıdır. Ermənistan tərəfi bu müzakirələrdə siyasi komponent görmür. Onlar sırf maliyyə və iqtisadi xarakter daşıyır. İcarə müddəti yalnız investisiyanın geri qaytarılması üçün lazım olan müddətdən asılıdır. Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıb. Müvafiq bəyannamə imzalanarkən icarənin 99 il müddətinə bağlanacağı bildirilmişdi. Paşinyan Zəngəzur dəhlizinin Ermənistan ərazisinə düşən hissəsində işlərin gələn ildən başlanacağını bəyan edib. Onun müavini sərhədin delimitasiyası üzrə komissiyanın sədri Miguel Grigoryansa qeyd edib ki, TRIP layihəsi ilə Zəngəzurda qeyri-adi demarkasiya prosesi həyata keçirilə bilər. Vaşinqton anlaşmasından sonra Amerikalı nümayəndə heyətinin İrəvana intensiv səfərləri Amerika Birləşmiş Ştatlarının işlərin sürətləndirilməsi üçün Ermənistanı tələsdirdiyi təəssüratını yaradır. Lakin layihənin reallaşması üçün dəhlizin keçdiyi istiqamətlərdə sərhədin delimitasiyası zərurəti var. Bunu dəhlizdən digər ölkələrin də istifadə etməsi və daşımaların təhlükəsizlik amilləri də şərtləndirir. Paşinyan və Qriqoryanın açıqlamaları da təsdiq edir ki, Zəngəzur dəhlizinin Ermənistan hissəsində işlərin başlanmasına qədər yaxın aylarda sürətli delimitasiya baş verə bilər. Delimitasiya iki hissədə, həm Zəngilan Mehri, həm də Qərbi Zəngəzurla Naxçıvan Muxtar Respublikası sərhədində aparılmalıdır. Bu perspektiv delimitasiya prosesində hansı ərazilərin qaytarılması suallarını da yaradır. Zəngəzurun Ermənistana birləşdirilməsindən sonra SSR-nin qurulmasından dağılmasına qədərki dövrdə Azərbaycan əraziləri ermənilərə bağışlanıb. Naxçıvanın 657 kvadrat kilometr ərazisi nüvədi və bir çox ərazi bura daxildir. Delimitasiya prosesində bu ərazilərin qaytarılması, yaxud nə qədərinin qaytarılması mümkündür. Sərhədin Qazax istiqamətində delimitasiyasında Almatı bəyannaməsinə istinad, eləcə də paraflanan sülh sazişində Sovet dövründəki xətlərin əsas götürülməsi qeydi SSR dövründə verilən ərazilərin qaytarılmasını sual altına salır. Hərçənd iki məqam Qriqoryanın da dediyi kimi qeyri-adi delimitasiyanın baş verə biləcəyi gözləntisini yaradır. Birincisi, Qazax istiqamətindəki delimitasiyada Ermənistanın istəyinə uyğun olaraq Almatı bəyannaməsinə istinadın əsas məqsədi 4 kəndin qaytarılması idi və rəsmi Bakı buna nail oldu. İkincisi, paraflanan sülh sazişində Almatı sənədi və SSR xətləri qeyd olunsa da, tərəflərin mübahisəli məsələləri dinc yolla həll etməsi də yer alır ki, bu da delimitasiyanın nəticələrinə danışıqların gedişatının təsir edə biləcəyi gözləntisini yaradır. Bu kontekstdə
rəsmi Bakı Zəngəzur dəhlizi istiqamətində sərhədin delimitasiyası zamanı maksimum nəticəyə nail olmağa çalışacaq. Gözlənilən delimitasiya prosesində Kərkinin azad edilməsi perspektivləri də mümkündür. Paşinyanın açıqlaması bu ehtimalı gücləndirir. Erməni baş nazir bildirib ki, Zəngəzur dəhlizindən keçəcək dəmir yolu Sovet dövründən qalma dəmir yolunun marşrutu ilə gedəcək. Çünki hər hansı digər marşrut qeyri-real olardı. Söhbət Horadiz-Mehri Arazdeyan Ordubad dəmir yolu xəttindən gedir ki, bu xəttin keçdiyi Arazdeyan istiqamətində sərhədin delimitasiyası üçün Kərki məsələsi həllini tapmalıdır. Son günlər Paşinyanın anklavlar məsələsinin həllini gündəmə gətirməsi də bu kontekstdə təsadüfi görünmür. Azərbaycanın 8 noyabr tarixində keçirdiyi Zəfər paradı Ermənistanda böyük səs-küyə səbəb olub. Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyada ölkənin hərbi parad keçirib-keçirməyəcəyinə dair sualı cavablandırıb. Hərbi paradla bağlı müxtəlif fikirləri var. Xüsusilə Azərbaycanda keçirilən paraddan sonra bu söhbətlər indi daha da aktivləşib. Amma düzünü desəm, hazırda biz sülh gündəminə diqqət yetirmişik, baş nazir bildirib. Paşinyanın sözləri ictimaiyyətdə müzakirə mövzusuna çevrilib. Oragir News xalq arasında sorğu keçirərək Ermənistanda hərbi paradın baş tutmasına reaksiyaları öyrənib. İştirakçıların əksəriyyəti məğlub ölkənin parad keçirməsinin doğru olmadığını qeyd ediblər. Bir qism isə Paşinyanın sülh gündəmini bəhanə etdiyini və bunun paradın keçirilməməsi qərarına əsas təşkil etməsinin düzgün olmadığını vurğulayıb. Maraqlıdır ki, cəmiyyətin böyük qisminin Bakıda baş tutan Zəfər paradını izlədiyi deyilir. Zəfər günündən sonra ölkədə ciddi islahatlar və dəyişikliklərin baş verəcəyi barədə iddialar daha da güclənib. Yaxın günlərdə səs-küylü həbslərin olacağı, xüsusilə də Ramiz Mehdiyev olayı ətrafında yeni addımların atılacağı gözlənilir. Qlobal İnfoaza danışan deputat Azər Allahveranov deyib ki, istənilən vəzifəyə təyin olunan şəxs ilk növbədə xalqa xidmət etməlidir. Vətəndaşlara xidmət göstərərkən sosial ədalət prinsiplərinə riayət edilməli, qanunun verdiyi imkanlar və səlahiyyətlər çərçivəsində əhalinin maraqları prioritet kimi nəzərə alınmalıdır. Təəssüf ki, bəzi təyinatlarda ciddi nöqsanlara, təkəbbürə, korrupsiya və rüşvətxorluğa rast gəlinib. Belə hallar aşkarlandıqda məsul şəxslər məhkəmə qarşısında cavab verir və cəzasız qalmırlar. Cəmiyyətin narazılığı sosial şəbəkələr və media vasitəsilə ifadə olunur. Aidiyyəti dövlət strukturları bu müraciətlərə reaksiya verir və zəruri tədbirlər görür. Bu baxımdan idarəetmədə islahatlar davam edir və Prezidentin xüsusi nümayəndəliyi institutu bu kontekstdə mühüm rol oynayır. Hazırda xalqın böyük gözləntiləri var. Çevik idarəetmə, qərarların mobil qəbul olunması və tapşırıqların operativ icrası məhz xüsusi nümayəndəlik vasitəsilə təmin olunur. Bu təcrübə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa quruculuq işlərində uğurla tətbiq edilib və digər regionlar üçün də müzakirə olunur. Xüsusi nümayəndəlik həm prezidentin tapşırıqlarının yerlərdə icrasına, həm də onların nəzarətinə imkan verir. Mərkəzi icra orqanları ilə yerli strukturlar arasında qanunsuz tapşırıqların verilməsi hallarına qarşı zəruri tədbirlər həyata keçirilir. Belə qanunsuzluqlara yol verən şəxslər barədə təmizləmə siyasəti aparılır. Artıq bu sahədə müsbət nəticələr görünür. Deputat qeyd edib ki, islahatlar davamlı xarakter daşıyır və bunu yalnız Zəfər günündən sonraki mərhələ ilə əlaqələndirmək düzgün deyil. Çünki idarəetmə sistemi tədricən təkmilləşdirilir. 2026-cı ildə idarəçilik ilə bağlı əlavə sərəncamlar və təşəbbüslər gözlənilir. Bu tədbirlər bütövlükdə idarəetmənin daha rəvan və effektiv qurulmasına, vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edir. Real Partiyasının sədri Natiq Cəfərli bildirib ki, Zəfər bayramı ilə birbaşa əlaqəsi olmasa da hazırda ölkədə ciddi islahatlara və təmizləmə prosesinə ehtiyac var. Azərbaycanın dövlət idarəçiliyində hələ də başqa ölkələrin maraqlarına xidmət edən şəxslərin mövcudluğu narahatlıq doğurur. Ramiz Mehdiyev və onun kimi digər şəxslərin təsirindən tam azad olunmaq üçün təmizləmə əməliyyatı aparılmalıdır. Bu proseslə yanaşı idarəetmə sistemində, sosial və iqtisadi sahələrdə dərin islahatlar həyata keçirilməlidir. Məqsəd ölkədə idarəçiliyin daha məntiqli, şəffaf və effektiv bir mərkəzdən yönəldilməsini təmin etmək olmalıdır. Eyni zamanda yerli özünü idarəetmə institutlarının gücləndirilməsi və icra hakimiyyətlərinin ləğvi kimi addımlar da vacibdir. Bu, həm vətəndaşların qərar vermə prosesində iştirakını artırar, həm də ölkədə idarəetmənin səmərəliliyini yüksəldir. Bu baxımdan sadaladığım yönlərdə təcili islahatların aparılmasına böyük ehtiyac var.